Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün anonslardan da gördüyümüz kimi boşanmalardan danışacağıq, səbəbləri və profilaktik tədbirlər, ümumiyyətlə bugünkü ailəmizdə sürətli gedən boşanmaların səbəbləri nədir? Bu haqda müzakirə edəcəyik. Təbii ki, bunun haqda danışmaq üçün studiyamıza dəyərli mütəxəssislər dəvət etmişik. İlk olaraq onları sizə təqdim edim. Bakı Dövlət Universitetinin docenti, Sankt-Peterburq Dövlət Bexter İnstitutunun məzunu, klinik psixoloqumuz Kamilə xanım Kazımova. Kamilə xanım, xoş gəldiniz. Təşəkkür edirəm İlviyə xanım. Birinci, mən ilk dəfəyəm buradayam. Baxıram, maşallah studiyanız çox gözəldir, verilişiniz çox əladır. Xeyirli olsun, uğurlu olsun. Təşəkkür belə edirik. maarifləndirici verilişlərlə çıxırsınız efirlərə. Bəli, sizin kimi peşəkar insanlarla fikir bölüşmək və mövzu ətrafında geniş belə də informasiya almaq bizim üçün özü böyük bir şərəfdir. Eyni zamanda bizim ikinci qonağımız həkim, psixoterapevt Elmir Əkbər, hansı ki, elmi fəaliyyətinə Səhiyyə Nazirliyi tərəfindən icazə vəsiqəsi rəsmi surətdə verilən bizim dəyərli həkimimiz. Xoş gəldiniz Elmir bəy. Hər birinizi dəvətimizi qəbul etdiyiniz üçün öncəliklə dərin təşəkkürümü bildirirəm. Mövzumuz günün aktual mövzusu, qaçılmaz və danılmaz bir mövzusudur hətta desək. Kamilə xanım, boşanmalar, ailə məsələləri, təbii ki, bunlar bir az bəzən qapalı, bəzən kənardan göründüyümüz kimi deyil. Reallıq, gerçəklik, onun arxasında yatan başqa səbəblər, hətta səbəblər adı altında yatan bəhanələr belə var. Amma göstərici reallıq odur ki, sürətli boşanmalardır. Niyə bu qədər boşanmalar sürətli axın baş alıb? Ümumiyyətlə, səbəbləri, bizə bilinən tərəfləri nədir? Bildiyimiz bir tərəf varmı? Təşəkkürlər. Çox aktual bir mövzudur. Doğrudan da qaçılmaz, günün hamı tərəfindən diqqətli olan bir mövzudur. Və bu suallar zaman-zaman hər kəsi maraqlandırıb. Birinci tamaşaçılarımızı salamlayıram. Sağ olsunlar ki, bizi dinləyirlər. Bəli. Və biz də çalışırıq ki, bir psixoloq olaraq, vətəndaş olaraq boşanmaların qarşısını alınması üçün əlimizdən nə gəlir, onu edək. Haqlı sualdır. Niyə boşanmalar artır? Niyə bu qədər çoxalır? Yəni, statistikaya baxırıq. Doğrudan da 2024-cü il ərzində boşanmaların sayı artıb. Boşanmanın sayında artım var. Dövlət Statistika Komitəsinin məlumatına əsasən. Və hətta rayonlar üzrə də baxanda baxırsan ki, bu müəyyən rayonlarda hətta daha çoxdur. Burada səbəblər çoxdur. Mən indi sayacağım, bəlkə də hamısını sayıb qutara bilməyəcəm. Çünki doğrudan da çox səbəb var. Mən hər şeydən əvvəl birinci deyərdim ki, insanlar hələ ailə qurmamışdan əvvəl bir psixoloqa müraciət etməlidir. Tərəflərin hər ikisi. Bundan başlamaq lazımdır. Həmin tanışlıq müddəti qısa olmalı deyil. Bəzən çox qısa müddət ərzində tanış olurlar və evlənməyə qərar verirlər. Yəni, evlənmə bilirik ki, böyük bir məsuliyyətdir. Artıq sən rəsmi şəkildə nikaha girirsənsə, o məsuliyyəti, ailə qurmanın məsuliyyətini və gələcəkdə evlad olacaqsa evladın məsuliyyətini, tərəflərin həm də bir-birinə qarşı olan məsuliyyətini dərk etməlidir. Həmçinin burada təkcə məsuliyyətlə iş bitmir. Tərəflər bir-birindən hansı tərəfdən onların, istər psixoloji tərəfdən, istər sosial psixoloji tərəfdən, hər bir tərəfdən uyğunluqları varmı, nə dərəcədədirlər, bir-birini qəbul edə biləcəklərmi, bunlara baxmalıdırlar. Və təbii ki, psixoloq rəyi də burada olmalıdır. Və sonra isə onlar artıq evləndilərmi? Evləndikdən sonra nəyə güzəşt etməlidirlər, necə etməlidirlər? Bəzən burada səbəblər olur ki, tutaq ki, bir ailə ilə bir evdə yaşamaq. Qaynana, qaynata, ola bilər baldız olsun, böyük ailələr olur. Və burada bəzi problemlər yaşanır, olur ki, və güzəştə gedə bilməmə ucbatından ailələr dağıla bilir. Və yaxud da ki, hər hansı, ona görə deyirəm ki, mütləq mütəxəssisə müraciət olunmalıdır, hər hansı psixi cəhətdən uyğunsuzluq ola bilər bir-birinə qarşı. Tərəfin hansındasa, ya bir tərəf, ya o birisi tərəf. Ən vacib məsələlərdən biri maraq meyillərin üst-üstə gəlməməsi. Yəni, tutaq ki, mən başqa bir şey istəyirəm, o başqa bir şey, həyat yoldaşım başqa bir məsələ ilə maraqlanır. Maddi-mənəvi cəhətdən. Ola bilər ki, mən mənəviyyətə daha çox üstünlük verirəm, maddiyyətə daha çox üstünlük verir. Yəni, istər-istəməz burada düz gəlməyəcək. Ünsiyyət qurma bacarığı,
dinləmək mədəniyyəti, etik qaydalara riayət etmək. Sonra son vaxtlar bəzən bilirik ki, zorakılıqlar ola bilir ailədə, maddi, mənəvi, fiziki zorakılıqlar ola bilər və bu zorakılıqlar olduqda da istər-istəməz insanlar bir yerdə təbii ki, yaşamaqları çətin olacaq və yaxud da ki, belə bir nəzəriyyə var, boşanma nəzəriyyəsi, frustrasiya nəzəriyyəsi deyirlər. Nədir bu frustrasiya? Mən ailə qururam, düşünürəm ki, tutaq ki, həyatımda bir boşluq var və bu boşluq da olacaq və yaxud da ki, mənim hər hansı bir iqtisadi cəhətdən mənə kömək olacaq, mənəvi cəhətdən mənim yanımda olan insan olacaq və mən ailə qururam və görürəm ki, əksinə, bəlkə əvvəl bəli, daha başqa cür idim. Belə deyək də, o bəzi xanımların dediyi kimi ki, azad idim, azadlığım da gedib. Üstə gələk nə qazanmışam, heç nə qazanmamışam. Hər gün bir gərginlik, bir narahatçılıq, stres içərisində yaşayır insan. Və bilirik ki, stres insanı doğrudan da, Elmir müəllim də bunu təsdiq edər, emosional aləminə bir zərbə vurur və insanın sonunda hətta xəstəliklərə gətirib çıxara bilər. Və mən gözlədiyimi almadım. Mənim emosional bağım tamamilə qırıldı. O bağı yarada bilmirlər. O bağı yaratmaq üçün də həmin insan səndən ünsiyyət qurmağı bacarmalıdır. Və siz əsl həyat yoldaşı, bax, görürsünüz, ada fikir verin, deyir, çox vaxt ər-arva sözü işlədilmir. Həyat yoldaşı, sənin həyatının yoldaşını tapmısanmı, dostunu tapmısanmı? Həyat yoldaşı əsl dost olmalıdır. Dost isə ikinci mən deməkdir. Demək, həyat yoldaşı ikinci mən olmalıdır. O ikinci məni biz tapa bilirikmi? Bax, bunlar boşanmalara çox-çox səbəb olar. İqtisadi səbəb ola bilər, özünün ayrıca evi ola bilməməsi ola bilər və yaxud da ki, bizim bəzi bəylərimiz var, təbii ki, hamısına aid etmirəm. Ailə qururlar və iqtisadi tərəfi sırf xanımın üzərinə salırlar. Ki, mən işləmirəm, xoşum gələn iş yoxdur. Şükür Allaha, dövlətimiz gözəldir, hər kəs üçün gözəl iş var. Kim istəsə, yaxşı bir işini təşkil edə bilər. Bunun üçün gözəl bir şəraitlərimiz var bizim. Amma bəzən o tənbəllik edir. Deyir ki, nə yaxşı deyil, xanım işləyir də, getsin, işləsin, el evdə də gəlsin, hər şey etsin. Yəni, yenə deyirəm, hamıya aid etmirəm təbii ki. Əllərində bir dənə pult, otururlar televizorun qabağında və bu da artıq boşanmaya bir səbəb olur. Və yaxud da ki, status deyəndə bəzi adamlar başqa cür qəbul edir. Yəni, orada mən heç kəsin maddi tərəfini nəzərdə tutmuram, ona görə bunu açıqlayıram. Çünki bir televiziyada demişdim, dedilər ki, kasıb var, dedim, yox, bunu qətiyyən bura aidiyyat yoxdur. İnsanın o özünə uyğun təhsil səviyyəsi mi deyək, bəli, o səviyyələr uyğun gəlmirsə, mən tutaq ki, tamam başqa bir şeylərdən danışıram, o insan tamam başqa cür qəbul edir. Ona görə biz bir-birimizi anlamalıyıq. O bir söz verir, ailələr necə anlaşılır? Gözü bir dənə baxır, qonaq gəlir, bir dənə gözündən işarə edir ki, evimizdə nəsə var, nəsə yoxdur. İşarə başa düşdü və yaxud da ki, harasa gedilib, bir dənə baxış kifayət edir. Yəni, gözlər danışmalıdır, bu dərəcədə olmalıdır. Onları həmişə anlamalıdırlar, başa düşməlidirlər. Belə olanda ailənin təməli möhkəm olur. Ailə çox gözəl təməllər üzərində qurulur. Əgər evlad varsa, evladlarla münasibət, bəzən ixtilaflar evladlarla da düşür. Evladların kimsə, tutaq ki, adi bir məktəbə qoymaqdan, məktəbə gedəcək, uşaq hansı məktəbə gedəcək sözündən tutmuş, bəli, o qərardan tutmuş, başqa bir məsələlərə qədər ola bilər. Asudə vaxtı birlikdə keçirə bilirlərmi? Belə bir şey var, istirahət günü nevrozu. Hələ bu əvvəllərdən olub, bu gün yox. İndi onsuz da hər kəsin əlində əksər yerlərdə bir telefon. Amma əvvəllər o qədər də belə deyildi. İstirahət günü gələndə hamı evdə olmalıydı və o gün xanım üçün də, kişi üçün də problemə çevrilirdi ki, bu gün haradan gəldi? Amma o günü gözləməlidirlər. Əgər doğrudan da istirahət günü, yəni hər kəsin evdə olan günü onlar üçün problem olacaqsa, deməli, bu ailə artıq yavaş-yavaş dağılmağa doğru gedir. Sonra ən vacib faktorlardan biri son dövrün, belə deyək də, az qala dəbinə çevrilmiş xəyanət. Ən dəhşətli bir məsələ. Əsas bir məsələ. Bəli, xəyanət. Ki, xəyanət edir yoldaşım. Bəzən əsassız deyəcəm olur bunlar ki, qısqanclıqdır bu artıq, doğrudan da xəyanət deyil. Qısqanclıq var sadəcə normada, çox sevdiyindən qısqanır. Qısqanclıq var, patoloji qısqanclıqdır. Yəni, insanın doğrudan da həyatını yaşamağa peşman edir də. Kamera aç, hardasan və s. Yəni, çox şeylər var. İndi mən
efiri tam götürməyim. Elmir müəllimə də söz verək. Əslində gözəl mən istəyirəm ki, bütün Kamilə xırdalıqları xanım əhatə eləyir, bəli. maksimum çox danışsın. O bizim çox sevdiyimiz, dəyər verdiyimiz həm mütəxəssis, həm xanım, həm şəxsiyyət, həm insandır. Ona görə də əksinə mən çox hər zaman istəyirəm deyirəm, vurğulayıram ki, bir mövzu haqqında Kamilə xanım söz sahibləri danışanda gözəl olur. Onun haqqında danışmaq haqqı sahiblənən insanlar danışanda daha gözəl olur ki, bəzən elə məqamlar olur ki, biz susmalıyıq, sadəcə sizlər danışmalısınız. Ona görə sizlərdən daha çox öyrənirik. Bir məsələni də çox həssas bir məsələyə də toxundu Kamilə xanım ki, evlilikdən öncəki necə bizə tibbi arayışlar var. Kaş ki, bizdə elə psixoloji arayışların və onların təqdim olunması da onlardır. Və bu bir məsələ zamanlar qalxdıqda Kamilə xanım vurğuladılar ki, tibbi arayış varsa o yetir. O boşluğa ehtiyac bir şey göstərməz, bir zərər vurmaz. Amma zaman onu göstərdi ki, orada artıq psixoloji testdən keçmə, yoxlanışın olmaması demək ki, fəsadını cəmiyyətdə özünü yansıtdı. Və bugün bir neçə, bütövlükdə deməyək, cüzi olsa da göstərici ilə müəyyən ailələr məhz psixoloji faktorlar üzərində ailələri boşanmaya doğru gedir. Burada ümumiyyətlə dünya görüşləri biz deyirik, bəzən deyir ki, səbəb olaraq nə bildirirsiniz? Deyir, bizdə dialoqa alınmır. Dünya görüşümüz uzlaşmır. Mən danışdığım dünyanı o özünü o dünyada görə bilmir. Və yaxud da onun psixoloji problemi var. O başqa hansısa bir xəstəlikdən əziyyət çəkir. Mənim artıq əsəblərim ona tabi. Baxırsınız ki, səbəb onlardır. Səbəb və bəhanə yetər ki, demək ki, bu artıq özünü doğrultdu. Demək ki, bu testlərin olması vacibdir, doktor. Doğrudur. Mən əslində çox sevinirəm ki, vaxt var idi, heç tibbi arayışlar, yoxlamalar da olmurdu. O yarandı, buna mən çox sevindim. İndi qohum nigahlarına bu qədər mütəxəssislər illərlə deyirdik. Təəssüf ki, bəzilərinə o təsir eləmirdi. Artıq görün, bir mənada sevindim, bir mənada da məyus oldum ki, demək, hətta bu qədər elementar bir məsələyə belə dövlət məcburdur qanun qəbul eləsin ki, insanlar öz nəsillərini, özlərinin evladlarını, nəvələrini, özlərindən törəyənləri irsi anomaliyalardan qorusunlar. Anlamırlar ki, bu qanun niyə qəbul? İndi onu qəbullanmaq istəməyən, bəyənməyən adamlar var, niyə bu qanun qəbul olundu? Çox elementar bir şeydir. Çox elementar. Inbreeding. İstəyirsiniz, sosial şəbəkələrdə yazaraq, hərif girib, hər şeyi internetdə vallahi hamı oxuyur. Yəni, bunun üçün ali təhsilə ehtiyac yoxdur ki, daxil olub oxuyarlar. Yəni, yaxın qohumluq həmişə ciddi anomaliyalardan fəsadlanır. İndi mən çox ümid eləyirəm ki, bir sıra başqa dəyişikliklər də olar və birinci yerdə də, indi mən bilmirəm buna Milli Məclismi, yoxsa hansısa digər bir strukturmu buna baxmalıdır ki, doğrudan da psixoloji köklü yoxlanış olmalıdır. Akademik, valid, bütün dünyada qəbul olunan testlərlə, adam şəkli çək, ev şəkli çək, rənglə yox. Yəni, indi bəziləri test deyəndə bunu deyirlər. O test deyil, əzizlərim. Burada üçümüz də bu sahəyə aid insanları çox gözəl bilirik ki, akademik test nə deməkdir. Yəni, sözüm onda yox. Bu yoxlamanın olmağı çox vacibdir, çox vacibdir. Nə bilim, nə vaxtsa mən düşünürəm ki, qız uşaqları üçün bəzi ixtisaslar çıxmaq şərti ilə böyük əksər ixtisaslar bakalavr imtahanı olmasın. Təəssüf ki, hələ də ailələr qız və oğlanlara bərabər şərait yaratmır bir çox yerlərdə, bir çox ailələrdə. Bu da bir bariyer olur. Çünki bu artıq sübuta ehtiyacı olmayan bir aksiomadır ki, təhsilli qadının böyütdüyü, verdiyi tərbiyə müasir dövrdə tamam başqadır. Bəli, əvvəllər deyirlər, bəs əvvəllər yox idi. Mən də deyirəm, bəs nənələrimiz deyirlər, başqa cür idi. Ona qalsın, nənələrimizin nənələrdə mamon tovlayırdı. İndi onda deyək ki, hamı geçsin mamon tovlamağa. Bu dəyişir, indiki zamanə başqa zamanədir. İndi evladlarımızın bildiyi internetdəki vasitələrdən bizim heç başımız çıxmır, bəzən anlayışımız olmur. Ona görə də mən düşünürəm ki, doğrudan da Kamilə xanım çox gözəl vurğuladı ki, o psixoloji sorğu və əziz tamaşaçılar, diqqətlə dinləyin, ən vacib bir təhlükə haqqında verilişin irəliləyən dəqiqələrində deyəcəyik. Bizim hər üçümüz bu haqda çox vacib bir məsələni deyəcəyik ki, burada bir ucu da gəlib ora çıxır ki, həmin o psixoloji sorğunu kim aparmalıdır?
Bax, bu vacib məsələdir. Bəli, kim kimlərdən nəyi soruşur? Bəli. Əsas məsələ odur. Hər zaman deyirəm ki, kimin verdiyi sual kimə necə ünvanlanır və onu niyə görə soruşur, onun cavabı onun öz düşüncəsində nə qədər dəqiqdir. Bunlar da çox önəmlidir. Kamilə xanım, qızlarımızın neçə yaşı, psixoloji durum tam hazırdır ailə qurmağa? Bu yaşı göstərir. Əslində biz belə deyirik, yəni 18 yaş götürülür. Amma mən həmişə belə bir düşüncəm var, bu bəlkə də şəxsi ola bilər. Amma bu belə olsa çox yaxşı olar. Tələbələrimizə də deyirəm, dinləyənlər varsa eşidəcək. Deyirəm ki, institutu bitirin, bakalavrı bitirin. Bakalavrı bitirməmiş, bir də qeyd edim, mənim şəxsi düşüncəmdir. Ailə qurmayın. Niyə? Niyəsi də var. Əvvəla təhsil almağa gəlmisiniz və təhsil alarkən sənin bütün diqqətin, bütün bacarığın hara yönəlməlidir? Təhsilə yönəlməlidir. İstər-istəməz ailə quracaqsan, evlad dünyaya gələcək, qaynata, qaynana. Yəni sən bunlarla o məsuliyyəti orada hiss etməlisən. Özünü artıq orada reallaşdırmalısan. Axı sənin təhsilin qalacaq yarımçıq. Həm də ki, insanlar düzdür 18 yaşında biz deyirik, özünü dərk etmə tam şəkildə qaydasındadır. İnsan özünü dərk edir, ətrafını dərk edir. Ali təhsil almağa qərarlıdırsa, demək ki, ailə qurmağa da artıq qərar verə bilər. Qərarında, seçimində düzgün ola bilər. Amma institut, ali təhsil almaq ona 2 qat hansı səviyyədə olmağını, kim olduğunu bir daha dərk etdirir. Öz kimliyini bir daha dərk etdirir və deyirəm, heç olmasa magistraturaya qəbul olun. Təbii ki, kimsə magistraturaya qəbul olmaq istəyirsə. Sonra ailə qurun. Yəni, ailə qurmaq, nə çox gecikdirmək ehtiyac yoxdur. Xüsusilə qız evladları üçün. Çünki evlad dünyaya gətirəcəklər. Elmir müəllimgil bunu çox yaxşı bilər ki, yəni anatomik quruluşunda onun cavab verəcəyi bəli, evladlar daha sağlam olmaq üçün. Amma bu o demək deyil ki, heç kəsə səni məcbur etməyib ki, mütləq şəkildə sən institut qutaran kimi ailə qurmalısan. Belə bir şey heç yerdə yazılmayıb. Niyə görə deyirəm? Sən öz tayını, adətən deyirlər, yarımı tapım. O yarım sözü deyilir, amma onun böyük bir psixoloji mənası var. Doğrudan da onu tapdın mı? Düzdür, mən biraz çətindir onu demək, onu deyim ki, %100 sən tapa bilmərsən, bu mümkünsüz bir şeydir. Niyə? Çünki özümüzün hansısa bir səhvimiz yoxdurmu? Biz idealıq mı ki, ideal axtarırıq. Amma bəzi parametrlər var ki, onlar düz gəlməyəcək, heç düz gəlməyəcək. Əgər düz gəlməyəcəksə, sizin başdan evlənməyinizin bir mənası yoxdur. Bu, nə vaxtsa boşanmaya gedəcək. Çünki boşanmada belə bir şey var ki, bəzən hansısa söz-söhbətlər olur, hansısa nələrsə olur. Biz onları demirik, amma daxildə sanki o yığılır və bir gün partlayır. Ona görə də bunlara diqqət etmək lazımdır. Məsələn, adi elementar bir şey temperament tipləri. Hipokratın bilirsiniz ki, klassik tipləri var. Düzdür, böyük beşlik də var, o daha yaxşı olardı. Ən azından bu çox rahatdır da. Psixoloqa müraciət edib, 2 xolerik temperament tipinə malik olanından bir yerdə Elmir müəllim, necə bilirsiniz? Mən düşünürəm ki, mümkünsüzdür də, bunu hər kəs bilir. Çünki niyə? İkisi də emosional, impulsiv, bir gün, 5 gün, ailə belə bir şeydir ki, biri, el arasında nənələrimiz belə bir söz deyir ki, ay belə, biri o da olanda birisi olsun. Bəli, kompromisə getməyə bacarmalıdır. Bəli, bu güzəran psixologiyasında bu var. Tam doğru. Bu kompromisi bacaracaqlarmı? Özlərindən asılı olmadan bacarmayacaqlar. Bəlkə düşünəcəklər ki, hə, güzəşdirdim, yoldaşım emosionaldır, mən danışmayayım, qoy o danışdım, tutarsın. Amma bir də onda görəcək ki, yox, nə bilim, ev nə vəziyyətə düşdü də. Hər şey, doğrudan da bəzən belə hallar da olur ki, ev əşyalarına zərər verilir. Biz bu yaxından bir dənə video göstərdik. Orada dəhşətli bir, yəni, evin əşyalarına zərər verir. Uşaqlar belə qorxub qalıblar hərəsi bir tərəfdə. Təsəvvür edin ki, orada böyüyən uşaqlar hansı vəziyyətə düşəcək? Və yaxud da ki, spirtli içki, qumar. Mən o insanı tanımalıyam. Mən gözümü yumum, addım atım ki, mən mütləq ailə qurmalıyam və o adamı tam tanımadan və sonra məlum olur ki, qumar oyunlarında olur, başqa nə bilim şans oyunları var və s. var. Belə bir şey var. Allah uzaq eləsin, əsrimizin bəlası narkomaniya. Maddə asıllıqlar. Bəli, maddə asıllıqlar olar, internet asıllığı fərqi yoxdur da, inanın ki, o da heç asan bir asıllıq deyil. Və artıq indi reabilitasiya mərkəzlərinin 4-cü asıllıq üzrə müalicəyə başlayıblar, qadın asıllığı. Onu da artıq maddə asıllığı, alkoqol, qumar asıllığı və qadın asıllığı var ki, bunun üçün də ailələr dağılır, yəni həyat yoldaşı budur. Bilirsiniz, Kamilə xanım, bunun kökündə biz insanları ailə
ailə qurana qədər tanımaq sürəmizin olmaması ilə bağlaya bilərikmi? Bax, o vaxtlar indi bizim müasir, dırnaqarası müasir düşüncəyə sahib insanlarımız, mental dəyərlərimizi qəbul etməyən, bizə belə deyək də artıq siz köhnə fikirlisiz deyənlər, o zaman nişanlanma, həri sürələri müəyyən zaman çəkərdi. Bu zamanda bu qarşı tərəfin onların soy kökünü tanımaq şansı var idi. Bu aylara və illərə bağlanan nişanlı qalma müddəti var idi ki, hər kəs hər kəsi tanıyardı. İndi baxın, nə baş verir? Bugün nişan olursa 10 gündən sonra toy məclisi baş verir. Artıq ailə qurandan sonra deyir, mən bunu tanımamışam. Niyə tanımırıq? Bu tanıma sürəsi niyə bizlə yığışdırıldı? Bizim bu dırnaqarası müasir düşüncəyə insanlar bəzən də bizə rişxənd edirlər ki, siz hələ də oralardan danışırsınız, hələ də orada qalmısınız deyə. Bəli, bu mütləqdir. Çox gözəl vurğuladınız. Əlbəttə ki, düzdür, deyir, insanı tanımaq üçün bir ömür də azdır. Amma hər halda biz o insanın bəzən niyə çətin olur tanımaq, Ülviyə xanım? Hər bir insanda adətən psixoloji bir maska olur. Və bəzən insanlar məhz ailə quran dövrdə məqsədləri varsa, o qəşəng o maskanı geyinirlər və çox gözəl bir şəkildə davranırlar. Amma qarşı tərəf bacarmalıdır ki, onun əsl, o arxada olan nə gizlənir, onu tanısın ki, gələcəkdə ailə quran kimi boşanmasın. Boşanmalar, təsəvvür edin ki, ilk ildə adaptasiya dövrüdür, təbii ki, indi deyəcəyik onu. 30% ailələr dağılır. Demək ki, buradan məntiq elə gəlir ki, bir tərəfdən də mən düz adamı tanımamışam da, düz adamla ailə qurmamışam. Yəni, özümün axtardığım necəyəmsə, ola bilər ki, belə deyək də, hətta belə də olur. Bəzən qarşı tərəfdə çox yaxşı ola bilər. Mən bunu da inkar etmirəm. Sadəcə biz düz yerdə deyilik, bir yerdə birləşməmişik. Yəni, belə də ola bilər. O dediğinizi tanımamaq, əslində, qohum ailələrdə də problemlər bir başqa olur. Bu da var, məsələn, bu tərəfi də var. Və heç də qohum ailələrdə nəslini tanıya bilərəm, amma evladın özünü tanıyırammı? Bəzən valideynlər özləri belə uşaqlarının asılıqlarına xəbəri yoxdur. Bunu bizə elmlə təsdiq edər, müraciətlərdən də biz görürük. Deyir ki, biz heç bilməmişik. Deyir ki, qonşumun evladı idi, heç tanımamışam. Əksinə, bəzən qohum ailələrlə ailə qurmaq boşanmaya bir səbəb olur. Sənin atan, mənim atam. Sənin ana, mənim anam. Yəni, bax, bu məsələlər də olur və bəzən də hətta ailələr qarışır məsələyə ki, tanıyırdınız da bizi də, niyə gəlib bizlə yəni qızımla ailə qururdunuz, oğluma qız verirdiniz. Bəzən belə hallar da olur, nəinki uzaq olan adamlar. Bax, bunlar səbəb ola bilir. Ona görə də, bəli, biz heç bir şeyə baxmalı deyilik. Mütləq şəkildə bu müddət olmalı. Düzdür, başqa Avropa ölkələrində vətəndaş nikahı var. Şəxsən bir Azərbaycanlı olaraq mən bunu qəbul etmirəm. Bəli, bu bizim mental dəyərlərimizə qətiyyən uyğun deyil. Amma bizdə nişanlılıq dövrü var. Məhz o birinci tanışlıq dövrü olmalıdır. Sadəcə olaraq o tanışlıq dövründə də biz imkan verməliyik ki, evlatlarımız bir-birini tanısın. Yəni, sivil qaydada bir-birini tanısın, danışsın, ən azından danışıqlar getsin ki, bunlar görək ki, o psixoloji cəhətdən, ümumiyyətlə, uyğun gəlirlərmi, bunların maraqları, zövqləri, düşüncələri, dünya görüşləri, axı, uyğun gələcəklərmi? Bunlar bir evi bölüşəcəklər, bir ömür boyu bir yerdə olacaqlar. Biz bir yerə müvəqqəti qonaq getmirik, haradasa müvəqqəti təhsil almırıq və bilirik ki, axıra qədər biz bir yerdəyik və dünyaya evlad gələcək. Bu evladımızı bir yerdə biz böyüdə biləcəyikmi? Bax, bunları biz fikirləşməliyik və ailə quran xanım düşünməlidir ki, birinci növbədə qarşılıqlı güzəştə gedə biləcəkmi? Həyat yoldaşının dedikləri onun dedikləri həyat yoldaşının ola biləcəkmi? Amma bunu iki tərəf də qəbul etməlidir. Bizdə, mən az görürəm, and içmə mərasimləri. Məsələn, görürsünüz ki, xaricdə, elə Ruslarda da bu çox gözəl var. Moskva, bəli, orada gedirlər, adam baxır, çox xoş gəlir, and içirlər, nə bilim, nəsə yazırlar, nəsə qoyurlar. Yəni, bu da əslində bir... Ritualdır, maraqlı. Bəli, ritualdır, maraqlı ritualdır da. Sanki insan nəyinsə qarşıda bir hesabat verir. Həqiqətən də yaxşı günündə, pis günümdə, xəstə olanda və s. hər zaman yanımızda olmalıyıq. Kamilə xanım, bizdə bunu, indi biz reklam fasiləsinə çıxırıq, bizdə bunu öhdəlik, vəzifə və məsuliyyət olaraq anladırıq, amma yenə də biz onların da nə olduğunun fərqində deyilik. Çox təəssüf olsun. Bu haqda danışacağıq, reklam fasiləsinə ayrılaq, yenidən müzakirəmiz davam edəcək. Reklamlar.
Reklamlar bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, bugün ailələrімizdə baş verən sürətli boşanmalardan, onların adı altında yatan səbəblərdən danışırıq. Elmir bəy, Kamilə xanım da vurğuladı. Təbii ki, biz mən də ilk çıxışımda o diqqətə nəzərə toxunduq ki, burada müraciət təbii ki, psixoloqa, evlilik öncəsi cütlüklərin müraciəti çox önəmlidir. Hətta vacib və mütləqdir ki, sonradan psixoloji fonda münaqişələr, mübahisələr Kamilə xanım vurğuladı, onun əziyyətini, travmasını yaşayan körpələr olmasın deyə. Hər görünən tablo, təbii ki, bu bilirik də biz erkən dönəmdə alınan travmalar bir neçə ciddi xəstəliklərin kökünü qoyur. Tamam, müraciəti yönləndirdik. İndi insanları peşəkar insanlar, biz necə ki, hər dəfə mən proqramımda Kamilə xanım vurğulayıram ki, düzgün diaqnozun, dəqiq müalicənin və effektiv nəticənin olması üçün birbaşa mütəxəssisə müraciətdən başlayır hər şey. Peşəkarlıqdan başlayır. Necə insanlara bir istiqamət verək ki, onlar sözün əsl mənasında müraciəti peşəkarlardan alsınlar və onlara müraciət etsinlər. Çünki seçim azadlığı, sosial media üzərindən yetərincədir, maşallah olsun. Psixoloq kimi təqdimatlar, bu işdə peşəkar kimi təqdimatlar, bunun haqqında saatlarla, ümumiyyətlə mövzuya aidi olmayan leksiyaları danışanlar, yəni bunları biz görürük. Biz burada fərqi və istiqaməti insanlarda göstərməliyik. Necə edək ki, bunlara deyək, bu peşəkarlığın göstəricisidir və yaxud da siz bunlara məhz müraciət edin. Demək, təbii ki, biz bunu həmişə hər üçümüz müzakirə elədiyimiz ağrılı bir məsələdir və təbii mən xahiş eləyəcəm ki, Kamilə xanım da sonra öz dəyərli fikrini bildirsin. Amma bugünkü gün çox böyük bir problemdir. İnternet, sosial şəbəkə gözəldir öz-özlüyündə. Amma bu dünyada nə yaranıbdırsa, canilər ondan öz xeyirləri üçün də istifadə ediblər. Məsələn, bıçaq yaranıbdır bir məişət əşyası kimi. Amma onunla nə qədər cinayət törədənlər olubdur. Və yaxud da yəni də bu nüvə kimyasından, fizikasından tutmuş adi məişət qədər. Eləcə də bugünkü gün sosial şəbəkələrin üzərindən özlərini psixoloq kimi, psixoterapevt kimi təqdim edən böyük bir dələduz ordusu var, təəssüf ki. Düzdür, sosial şəbəkəni kontrol, idarə eləmək demək olar ki, mümkünsüz qədər çətin bir məsələdir. Və bundan sui-istifadə edən insanlar nəticə etibarı ilə təsəvvür eləyirsinizmi? Rəsmi olaraq konkret, üzr istəyirəm, bu bir rəsmi ifadədir də, təlxəklik eləyənlər, dələduzlar, fırıldaqçılar, öz tərbiyəsi, əxlaqı, mənəviyyatı yerində olmayanlar, əyri yolların yolçuları özlərini psixoloq kimi təqdim eləyirlər. Və onun psixoloq olmadığını biz bilirik mütəxəssis olaraq. Və təbii ki, çox dərin, dünya görüşü, hər tərəfli bilgisi olan insanlar onun danışığından, göz vurmaqlarından, üzr istəyirəm, dil çıxarmaqlarından, danışdığı mövzulardan bilir ki, o adam heç vaxt mütəxəssis ola bilməz. Amma bunu hamı bilmir axı. Bəli. Və ailədə gərginlik yaşayır, dəfələrlə hər üçümüzün praktik fəaliyyəti olan insanlarıq bu sahədə. Hər üçümüzün bilirəm praktikamızda olubdur. Ki, məsələn, ailədə bir problem olur. Görüblər ki, bəli, psixoloqa getmək lazımdır. Elə bir sosial şəbəkə dırnaq arası mütəxəssisinə müraciət eləyəndə nə məsləhətlər görür? Yəni, üzr istəyirəm bu ifadəyə görə, sənə bir deyirlər, 5 cavabını ver. Sənə qarşı bir səhv hərəkət olur, sən də onu təkrarla. Bunun adını yalandan feminizm qoyanlar da var ki, heç bu feminizm də deyil. Bunun adını yalandan haqqını, hüququnu tələb elə qoyanlar da var ki, bu qətiyyən belə bir məsələ deyil. Bəli. Yəni, insanın zəkası var, insanın ağlı var və insanın mənəvi sferası var. Bunu həmişə deyirəm ki, sizə qarşı hansısa bir hərəkət olursa, siz o hərəkəti təkrarlamağınız, baxın, görün, özünüzü bir ləkəyə salmaq deyil ki, hər bir halda düzdür. Səhv hərəkətlər var ki, o nə qadına yaraşır, nə kişiyə yaraşır. Ancaq, bilirsiniz, çox maraqlı bir məsələ var ki, hər bir halda, o bəzən deyirlər, niyə görə qadınlardan heç peyğəmbər belə yoxdur. Amma halbuki, peyğəmbərdən də üstün dərəcəli qadınlar var. Bu müqəddəs yazılarda da yazılıb konkret olaraq. Ona görə ki, qadın həmişə daha pak, daha təmizdir
və bizim Azərbaycan xanımları həmişə bu paklıq bir nümunəsidir də. Axı, əgər onun yoldaşı bir səhv hərəkət eləyirsə, lap götürək ən yüngüldə bir dürüst olmayan bir ifadə, bir söz işlədirsə, qadın onu təkrarlamağı nə dərəcədə düzgündür? Mən hələ demirəm ki, bütün deontologiya, peşə etikasını pozan, bundan xəbəri olmayanlar, yanına psixoloji problem, bir krizis yaşayan ailə gəlir, sabahsı gün ayılırlar ki, bütün kişinin pullarını alır əllərindən, müxtəlif dələduzluq üsulları ilə yoldan çıxardıb pulunu, ay onu eləyək, ay bunu eləyək, insanların maddiyyatının arxasına keçirlər, ailələri boşandırırlar, ailələri dağıdırlar, xırda bir problemi böyük bir faciəyə çevirirlər. Bilirsiniz, onlar təbii ki, özləri daxilən bədbəxt olan bir insan, bir qadın kimi və bir kişi kimi xoşbəxt ola bilməyən biriləridir. Onlar heç bir ailələrin xoşbəxt olmağını istəməyəcəklər. Və burada doktor başqa, sözün əsl mənasında peşəkar insanları birbaşa kölgə altına gətirmək. Və bilirsinizmi, bu da kimə ən çox təsir edir? Deyirlər ki, niyə görə, məsələn də, mütəxəssislər buna görə niyə narahatsız? Buraxın, axı problem ondadır ki, yenə deyirəm, hamının dünya görüşü, savadı eyni deyil və hamı o adamların psixoloq olmadıqlarını bilmir axı. Bilirsiniz, bugünkü gün çox rahatdır adlardan sui-istifadə eləmək. Mən ona görə həmişə deyirəm, izləyicilərimizə, tamaşaçılarımıza çəkinməyin, tələb eləyin, getdiyiniz insanın sənədləri olmalıdır. Ya Azərbaycan Dövlət Səhiyyə Nazirliyi, ya Azərbaycan Dövlət Təhsil Nazirliyi tərəfindən. Çünki kimsə özünə bugün o qədər Photoshopla saxta diplom düzəldənlər var. İnsanlar var, dil bilmir, ayağı ömrü boyu Amerikaya dəyməyən adamlar. Bugünkü gün təlim verib, deyirlər ki, sizi Amerika Psixologiya Assosiasiyasına üzv eləyəcək. Fəxri üzv özdə. Bəli, fəxri üzv eləyəcək. Bizim telefon, çox üzr istəyirəm, telefon xəttinə tamaşaçımız gözləyir. Mən sizin fikrinizi qırmaq istəmədim. Telefon xəttində gənc bir xanım var. Eşidək, bəlkə ola bilsin, azacıq da olsa faydamız toxunmuş olar. Buyurun, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Ülviyə xanım, verilişinizdə aktual mövzuya toxunmuşsunuz. Oğlanla qız tanış olanda bir xeyli müddət bir-birini tanımalıdır. Qız da hansı durumda olduğu ailəyə getməyini, yəni yüz ölçüb bil-biçməlidir ki, hansı ailəyə gedir də, ailə quranda. Mən özüm də 4 il sonra yəni ailə qurmuşam. 4 il bir-birimizi tanımışıq, sonra ailə qurmuşuq. Şükür, bu günümüzdə çox xoşbəxtdik yəni. Nə gözəl sizin adınıza sevindik. Yəni, insanlar biz dediyimiz məsələ, təşəkkür edirik zənginizə görə, ilk öncə tanımalıdır. 4 ildə az müddət deyil, baxın, tanıyıb və indi də artıq xoşbəxt bir ailə tablosu. Kamilə xanım, nəsə demək istəyirdiniz? Elmir mənim fikrinə, əgər olarsa, əlavə etmək istəyərəm. O da bizim ümumiyyətlə, ümumi bir dərdimizdir, deyəlim. Çünki əsl mütəxəssis və sadəcə olaraq kənardan gəlib onun yerini tutan insan. Ona görə də insanları da başa düşməyə çalışıram, amma mən elə buradan üzümü tuturam, tamaşaçılarımıza da demək istəyirəm ki, fərqi yoxdur, mən olum, Elmir müəllim olsun, kim olur olsun, müraciət etdiyiniz insanı hardan tanımanızdan asılı olmayaraq, gələndə soruşun ki, sizin diplomunuzla tanış olmaq olarmı? Onların haqqıdır. Mən həmişə deyirəm ki, indiyə qədər mənə bəlkə heç 20 nəfər müraciət etməyib. Düzdür, indi çoxu Bakı Dövlət Universitetindən tanıyıb gəlirlər. İndi tutaq ki, fikirləşirlər ki, burada işləyirsə, təbii ki də mütəxəssis olacaq. Başqa cür də mümkün deyil. Amma başqa yerdən də gələnlər var. Deyirəm ki, soruşun, çəkinməyin. Bu sizin haqqınızdır. Yəni, indi o saxta diplomu mən deyə bilmərəm. Yəni, o həddə də mi gəlib çatırlar. Amma ən azından bilsinlər ki, kimdir? 3 ay təsəvvür edin. Gedirlər, bunlar məşğul olurlar və psixoloq olurlar. Bu dəhşət bir şeydir. Bilirsiniz necə? O psixologiyaya, əslində o lisenziya məsələsi ilə bizə də gəlsə çox yaxşı olar. Bəli. Bir söz, başa düşürəm, cərrahi müdaxilə etmirik və s. etmirik. Amma gəlin fikirləşək ki, söz elə bir şeydir ki, Pavlovun bir yaxşı sözü var ki, insanda bir anda məhv olmayan, söz bir qıcıqlandırıcı kimi
məhv olmayan psixofiziolojik prosesləri dağıda bilər, tərsinə çevirə bilər. Bəli. İnsanın keyfi pisləndə bir Mənəvi kəlmə söz öldürə deyirsən, bilər bizi. bəli, bir kəlmə söz deyirsən, o müsbət emosiya yaradaraq səni sakitləşdirir. Sən elə bir söz deyə bilərsən ki, ailələr bir anda dağılır. Elmir müəllim haqlıdır. Qeyri-peşəkarlar, mən bunu deyəcəm, psixoloqlar içərisində də var. Tək bu qeyri-peşəkarlar, ümumiyyətlə qeyri-peşəkar deyirəm mən onlara. Xüsusilə də təhsili olmayanları, 3 aylıq kurs keçib gəlib psixoloq olanlar başa düşmürlər ki, nə deməlidir burada? Nəyi deməlidir? Əslində, o məsləhət verməli deyil, bu bir. Bizim ümumiyyətlə ixtiyarımız yoxdur məsləhət verməyə. Ailənin modelini başa salmaq lazımdır. Yəni, ailə nədir? Bəli. Sənin burada missiyan nədir? Sənin artıq evladın varsa nədir? Yəni, ailə o deyil ki, mən bir dənə, üzrüstən bir paltar almışam, xoşuma gəlmədi də, oldu da, mağazində alanda çox xoşuma gəlmişdi. Gəldim, göymədim, qoydum qırağa. Yəni, bu demək deyil. Bəzən mənə müraciət edirlər. Deyirəm ki, ayrıldıq. Heç bir problem yoxdur. Getdik, ikinci dəfə ailə qurduq. O tam bizim istədiyimiz formada olacaqmı? Mənim aləmimdə insan o vaxt ailə dağıtmalıdır ki, yəni dağıtmalıdır, uzaq olsun, narkomaniyadım dedik, asıllıq dedik. Yəni mümkünsüzdür. Bunu da buraxmaq lazım deyil. Kömək eləmək lazımdır. Vəziyyəti, o vəziyyətə düşsə qoyub qaçmaq lazım deyil. Bütün gücündən istifadə etməlidirmi, həkimdirmi, psixoloqdurmu, psixoterapevtdirmi? Bəli, müalicəsinə. Yəni, ailə, yenə deyirəm, biraz öncə qeyd etdim, sən onun yanında olmalısan da, qaçmalı deyilsən. Belə çıxır ki, səhər, əgər onu qoyub qaçacaqsansa, hansısa bir xəstəliyə düşdü insan, onda mı qoyub qaçacaqsan? O da bir xəstəlikdir. Bəli, amma heç cürdə qarşısını almaq, heç cürdə, yəni illərdir, 1 ildir, 2 ildir, 3 ildir, 4 ildir, 5 ildir, artıq 10 illərdir əziyyət çəkirsən və bundan sənin evladların əziyyət çəkir və ailə faciə ilə qutara bilər. Bu halda hansısa bir şeyi fikirləşmək lazımdır. Amma yəni boşanma çox rahatdır. Fikir verin. Dediyim kimi 49 min insan ailə qurub 2024 statistikaya əsasən 21 mindən insan boşanma var. Yəni bu bir il ərzində böyük bir boşanmadır da. Bunu fikirləşməliyik biz. Niyə? Nə səbəbə? Erkən yaşda burada ailə qurmaqları var. Biraz öncə siz sual verdiniz, neçə yaşda erkən yaşda ailə qururlar. Mən konkret rayonların adını çəkmək istəmirəm. Bölgələrimizdə var ki, bəli, elə bölgələr var, xüsusilə mütləq ailə qurulmalıdır. Və o yaşda ailə quran, ümumiyyətlə, ailə dəyəri nədir, bilirmi? Və bizim Azərbaycan milli mental dəyərlərimiz var. Sən kim olmaq, bunu mən şəxsən, yenə deyirəm, öz adımdan deyirəm, hansı mərtəbədə olursan ol, ailəndə xanımsan. Ailəndə sənin həyat yoldaşın, sənin onun hörmətini saxlamalısan, bacarmalısan, bunu etməlisən. Bəzən bizdə, Elmir müəllim gözəl vurğuladı ki, təhsil olan xanımlar çox əladır, təhsil gözəl bir şeydir, biz qeyd etdik bunu. Amma bəzən onu başqa cürdə qəbul edənlər var. Yəni, mən hansısa bir mərtəbədəyəmsə, evdə də gəlirlər, artıq özünü ev xanımı kimi apara bilmirlər. Yəni, sən işdə qaldı, o kimsənsə, işdə olmalısan. Ən zəif və yaralı gedir ki, xanım, işgüzar xanımın evin kəndarına qədər o səlahiyyətə sahibdir. Bu haqda danışacağıq. Çox üzr istəyirəm. Bizim ikinci reklam fasiləmiz var. Qısaca bir aradan sonra yenidən müzakirəmiz davam edir. Reklam fasiləsi bitdi. Müzakirəmiz yenidən davam edir. Müzakirəyə keçməzdən öncə istəyirəm Tibet Uzun Ömürlər Klubu haqqında danışaq. Dənizin sahilində yerləşən Tibet müalicə metodunu, Tibet dərmanları bilirik ki, ümumiyyətlə müalicəsi dünyada unikal bir müalicə metodudur. Anadan gəlmə xəstəlikləri çıxmaq şərti ilə sonradan yaranan xəstəliklər, nevroloji, psixoloji xəstəliklər, oynaq ağrıları, qalxana bənzər vəzi xəstəlikləri, mədə-bağırsaq sistemində olan bir neçə ciddi xəstəliklər, bu və digər fonda olacaq xəstəliklərin tam müalicəsi dərman üsulu ilə peşəkar insanlar tərəfindən aparılır. İmkansız ailənin övladlarına müalicə tam təmənnasızdır. Uzaq ərazilərdən gəlib müalicə götürmək, çünki burada xüsusi vannaların qəbulu var ki, bununla bağlı bir neçə gün artıq istifadə etməsi gərəkir. Otel təminatı, qalma qida qarşılanması tam olaraq müalicə daxilində hesablanır, təmənnasız olaraq qəbul olunur. Ekranda görünən nömrələrlə birbaşa əlaqə saxlayaraq sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz. Hər birimizə sağlamlıq arzuluyuruq. Sağlamlıq hər zaman Kamilə xanım, mən efir bitəndə bəzən də bunu zarafat yana mənim özümə də geri olaraq
bəli, tamaşaçımız var. Mən hər zaman deyirəm ki, bir fikrim var, bu mənim dillər əzbərim. Sağlam can və sağlam ruh, eyni zamanda sağlam düşüncə arzulayıram. Çünki insanın sağlam ruhu olmasa, o fizioloji və bioloji sağlam canı əldə etmək çox çətindir. Əgər xəstə ruhumuz varsa, Allah qorusun, ən bədbəxt və faciəvi gedişat odur ki, insanın düşüncəsi və ruhu xəstə olsun. O mümkündür. Təmizləmək çətindir onu. Çünki o öz düşüncəsində və aləmdə hər zaman haqlıdır və insanlara da inandırmağa çalışır ki, elə bu gedişat reallıqdır. Necə ki, biz bayaq danışdıq və buna da müəyyən bir ordu ardınca gəlir. Təsəvvür edin, beləsinin hətta mənəviyyatı xəstə olanda onda nə böyük faciə. Bəli, ona görə sağlam verir. düşüncə də qərar verməkdə mütəxəssis seçiminə yönəlməsinə görə arzulayırıq. Tamaşaçımızı eşidək. Telefon xəttinə tamaşaçımız var. Axşamınız xeyir olsun. Buyurun. Ülviyə xanım, axşamınız xeyir. Sizi də qonaqlarınıza salamlayıram. Axşamınız xeyir. Mənim Kamilə xanıma bir sualım var idi. Zəhmət olmasa o mövzu ətrafında bir müzakirə aparardı. Demək, Ülviyə xanım, belə deyim də sizə, mənə yaxın olan bir ailə var, gənc ailədir. Yəni bu xanımın valideynləri yoxdur, amma oğlanın atası-anası tərəfindən ailəyə çox müdaxilələr olunur. Yəni o ailənin inanın ki, müdaxilə olunmasa çox da xoşbəxt ailədirlər. Sadəcə olaraq ailə müdaxiləsi orada, oğlan tərəfdən, kişi tərəfdən, yəni atası, anası tərəfdən o qədər müdaxilələr olunur ki, kənar müdaxilələr o qədər olunur ki, o ailənin elə bil ki, bir xoşbəxt bir ailəni onlar yarı qoyacaqlar da. Yəni bu neynəmək lazımdır ki, bu ailə danışmışıq, çox danışmışıq ata ilə də, ana ilə də ki, belə olmaz, yəni bu hal xoşa gələn deyil, bu ailə dağıla bilər, amma heç cür qəbul eləmirlər də. Yəni biz nə edə bilərik ki, o müdaxiləni biz aradan qaldıraq, onların, yəni o gənc ailənin xoşbəxtliyini biz pozmayaq. Çox sağ olun, təşəkkür edirik sualınıza görə. Əslində, bəlkə də bir görünüş olaraq bir ailənin, bəlkə də indi yaxın doğma, öz ailəsində ola bilər, doğmasında bir kiminsə misalında söylənildi. Hər zaman elə boşanmanın səbəbdirmi, bəhanədirmi deyə bilmirəm. Vurğulanında deyir ki, valideynlərin müdaxiləsi. Və bu bizi ayırdı və yaxud da biz artıq evimizdə hər gün münaqişə yaşanırıq, mübahisələr gedir və onun üçün artıq müəyyən bir ciddi savaşlara doğru gedir. Bu müdaxilənin hər halda insan bir anlam verə bilmir. Mənə də gəlir ki, valideyn də heç bir zaman övladının problemli olmasını və ayrılmasını arzulamaz. Burada düzgün dərk etmə qavrama mı yanlış gedir Kamilə xanım? Yoxsa müdaxilə doğrudan da ifrat dərəcəsindədir kimi insanları bezdirmə məsələsinə gəlir. Bəzən biz nəzarət etməni baskı ilə mı əvəzləyirik, tuta bilmirik o tarazlığı, nə baş verir? Bəli, axşamınız xeyir olsun xanım, böyük məmnuniyyətlə. Çox gözəl vurğuladınız Ülviyə xanım. Birinci növbədə, bax yenə də mən başlayacağım məsuliyyətdən. Mən birinci hələ valideynləri kənara qoyuram və həmin insanın həyat yoldaşına üzümü tutub deyirəm, əgər dinləyirsə, insan ailə qurarkən ailəni atasından, anasından yox, özündən ailə qurur. Deyilmi? Və mən ailə qururamsa, o xanımdan və yaxud da bəydən birinci özüm razı olmalıyam və heç bir halda kimliyindən asılı olmayaraq ailəyə müdaxilə etməyə icazə vermirəm. Mən hətta biz ailə psixologiyası dərsi keçirik. Tələbələrim eşidirsə, salamlayıram onları da və çox maraqlı bizim müzakirələrimiz olur. Mənim üçün maraqlıdır ki, gənclik nə düşünür? Yəni bugünün gəncləri sabahın ailələridir. Burada maraqlı cavablar gəlir və çox gözəl bir şəkildə məsələn cavab verənlər var ki, mən ailəni özüm üçün ailə qururam. Düzdür, ata, ana hörməti var hər bir şeydə, amma deyir ki, hər kəslə məsləhət elə, qərara özün gəl. Və o müdaxilə nə səviyyədədir? Birinci, səbəb araşdırılır. Həkimə də müraciət edəndə birinci xəstəliyin tarixini araşdırır. Niyədir, nədən ötəridir? Bəlkə burada onların arasında əvvəldən qohum ailədirmi? İrsi faktorlar orada varmı? Yəni psixikada problem varmı? Ola bilər ya bəydə, ya xanımda hansısa bir psixi problemlər var. Onlar bir yerdəmi yaşayırlar? Ailədə işin səviyyəsi necədir, iqtisadi vəziyyət necədir, maddi asılılıq varmı onlardan və yaxud da ki, qaynana o gəlini sevərəkmi alıb, yəni sözün belə əsl mənasında və yaxud da ki, ailələr arasında münasibət necədir, yəni bunların hamısını araşdırmaq lazımdır və onlarla ayrı-ayrı söhbətlər aparılmalı, ata ilə də, ana ilə də söhbət aparılmalı, yəni məqsədiniz nədir? Bunlardan bunu aydınlaşdırmaq lazım. Gözəl dediniz ki, hər kəs, hər bir ata, ana
evladının xoşbəxt olmasını istəyir, təbii ki, amma çox təəssüf ki, bəzən qarşılaşdığımız başqa faktlar da olur. Bunları aydınlaşdırmaq lazım. Yox, doğrudan da aydınlaşdırsaq ki, bu ata, bu ana evladının xoşbəxtliyini istəmir, bəlkə də özü dərk etmədən istəmir. Onda o evladlara məsləhət vermək lazım. Siz öz yolunuzu rahat davam edin. Xüsusilə də ortada evlad varsa, bu ailəni niyə dağıtmalıyıq? Biz yəqin ki, danışacağıq ki, boşanmanın evladlara təsiri. Siz inanın, o qədər dəhşətli təsirləri olur ki, o qədər uşaqların travmaları, psixoloji travmalar yaşayırlar ki, böyüdükdə kim olmalarından asılı olmayaraq o psixoloji travma onlara dəhşətli təsir edir və yaxşı bir müvəffəqiyyət qazanmalarına, gələcəkdə əsl, inamlı, yüksək bir, bütöv bir şəxsiyyətə çevrilmələrinə mane olur. Hər kəsə güvənsiz olurlar, işlərinə güvənsiz olurlar, özlərinə inamı olmur. Həsans bir işi görəndə görəsən necə olacaq deyə düşünürlər. Ona görə də o üzümü o valideynlərə də tuturam ki, evladlarınızın xoşbəxt olmağına bir kömək edə bilirsinizsə, edin. Edə bilmirsinizsə kənara çəkilin. Yox, doğrudan da xanımın dediyindən belə başa düşürəm ki, o ailə çox normaldır, hər şey qaydasındadır. Yəni, belə bir ailəni biz daha da qorumalıyıq. Çünki bilirsiniz necədir, yəni, onsuz da boşanmalar artır. Sadəcə kənar müdaxilələrin yox, özlərinin bir-birini düzgün başa düşməməyi nəticəsində. O ki, o gözəl, xoşbəxt ailə varsa, onu niyə biz dağıtmalıyıq ki? Onu qurmalıyıq daha da. Ola bilərmi ki, bizə elə gəlir valideynlər bizim həyatımızı dağıtmağa çalışır. Biz də yanıla bilərikmi orada? Bəzən də bizə elə gəlir müdaxilə, amma əslində valideynlər deyir ki, biz müdaxilə edib nə etmişik ki? Ülviyə xanım, iki məsələ var. Mən bunu bir tərəfli heç vaxt qəbul etmirəm. Mən uzun illərin təcrübəsindən çıxış edərək bunu deyə bilərəm. Baxırsan ki, həqiqətən istəyən valideynlər və yaxud da ki, şuuraltı səviyyədə fərz edək, qaynana deyir ki, mən bacımın qızınla ailə qurduracaqdım, sən mənim bacımın qızını almasan, mən qoymayacam bu ailə xoşbəxt olsun. İndi gəlin, baxaq görək ki, bu xanımın, qaynananın, bugünkü qaynananın, anamızın sözü haqlıdırmı? Yaxud da ki, başqaca şəkildə. Amma var ki, həqiqətən görür ki, evladı doğrudan xoşbəxt deyil. Xanım gəlib yeməyi bişirib oğlunun qabağına qoymaq istəmir. Yəni, deyir ki, mən bura gəlmişəm, mən ancaq gəzməyə getməliyəm. İndi mən onu deyirəm, belə şeylər də olur. Bəli, çox üzr istəyirəm, növbəti telefon xəttində tamaşaçımız var. Eşidək sizi, axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyirli, nurlu, bərəkətli olsun. Axşamınız xeyir, buyurun. Deməli, dəyərli mənim gözəl balam, şərəfli, Zəffər Yenilməz Azərbaycanımın dəyərli xanımı. Boşanmanın ən başlıca səbəbi bilirsiniz nədən ibarətdir? Mən əməkli polkovnik leytenant Xəlilov Firdovsi Əhmədalovun şəxsi fikri. Mən şəxsən evin xanımını 8 il sevmişəm. Verməyiblər, götürüb qaçmışam. Fevralın 14-də 48 il ailəmiz birlikdə ailə qurmağımızı tamam olub 48 il. Ən başlıca səbəb boşanma ondan ibarətdir ki, indikilər bir-birini sevmirlər, indikilər ailə qurmaq üçün evlənmirlər, indikilər evlənirlər evlənmək xatirinə. Mənim şəxsən arvad sözündən xoşum gəlmir. Mən Şamama xanıma, həyat yoldaşımı xanımlar xanımı adlandırırım, hətta onun ayağından öpürəm. Həmişə, hər zaman, hər yerdə. Niyə? Çünki biz Can Azərbaycanım üçün nümunəvi ailə qurub, Can Azərbaycanımız, vətənimiz, dövlətimiz, xalqımız üçün yaşayıb əskərlər və xanımlar xanımı böyütməli ki, tərbiyəli, mərifətli, müzəffər, zəfər əskərlər böyüdək, tərbiyəli, mərifətli, analar anası böyüdək ki, Azərbaycanımız, vətənimiz üçün xanım, dəyərli evlatlar dünyaya gətirsin. Ən başqa səbəbi yenə deyirəm, bir-birini sevmir, evlənmək naminə yox, ailə qurmaq naminə yox, evlənmək naminə edirlər. Bax, ən başlıcası odur. Mən şəxsən öz şəxsi nümunəmini sizə gətirdim. Təşəkkür edirik. Sağ olun, alnınızdan, əlinizdən öpürəm. Həmişə, hər zaman Allah xeyirli, uğurlu ailə qismət eləsin Can Azərbaycanımıza. Çox sağ olun. Biz sizə gözəl fikirlərinizi bölüşdüyünüz üçün dərin minnətdarlığımızı bildiririk. Fikir bildirə bilərəm. Bəli, növbəti tamaşaçımız da var. Eşidəcək. Buyurun, siz sözünüzü. Mən birinci təşəkkür edirəm tamaşaçımıza. Çox gözəl dedi. Mən biraz öncə bu barədə danışmaq istəyirdim. Əslində, bax, biz efirlərimizə bu cür gözəl ailə modellərini çıxartmalıyıq və cavanlarımız, ümumiyyətlə ailələrimiz baxsınlar ki, ailələr, sən demə, çox gözəl ailələr də var və 48 il nə demək, bir igidin ömrüdür də. Doğrudan da Allah xoşbəxt etsin, həmişə belə gözəl olsunlar və
bütün gənclərimizdə də sevgi ilə qurulan bir ailə mən arzulayıram. Lazımdır. Sevgi çox vacibdir. Mən tamaşaçımıza onu demək istəyirəm. Amma əziz tamaşaçı, bəzən atraksiya deyilən bir şey var ünsiyyətdə. Fiziki cazibədarlıq və gördüm bir könüldə min könülə aşiq oldum. Hətta ayrıla da bilmədim. Belə bir söz var. De necə uzaqlaşım, qaçım mən səndən. İçimdən boylanıb baxırsan mənə. Mən hara gedim bu yer izindən, sən mənim hər izimdə kölgəsən mənə. Yəni, bu cür sevənlər var, ayrıla bilmirlər, bir an onsuz qala bilmirlər və ailə qurulur. Amma sonradan mənim o fiziki görkəmlə o vurulduğum insan və qətrə-qətrə yavaş-yavaş mənim gözümdən düşür və göyün bir qatından olan insan gəlir, aşağı gəlir. Niyə? Çünki mənim axtardığım mənəvi keyfiyyətlər, xəyalımda yaratdığım və görmək istədiyim, həyatımı gözəl bir şəkildə qurmaq istədiyim o keyfiyyətləri onda görmürəm. Yəni, o sevgi gedir. Nəinki belə deyirlər ki, hətta tanışlıqla qurulan ailələr ömrü uzun ola bilir. Niyə ola bilər? Çünki ola bilər ki, sadəcə tanış oldular, sevgi olmadı, amma sonra bir-birinə o qədər hörmətlə yanaşdılar ki, nəinki illər boyu bunların o sevgi də hörmətə, hörmət sevgiyə çevrildi və bu cür ailə gözəl bir şəkildə davam etdi. Yəni, belə də var. Ona görə sevgi vacibdir, amma qarşılıqlı anlaşma ondan da vacibdir. Çox mühümdür, bəli. Yetər ki, kaş ki, bütün sevgilər elə qarşılıqlı anlaşma və sonradan bizi yanıltmayanlar sevgi olsun ki, necə ki, bu bəy müəllim yaşadığı həyat tərzi. Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir xanım. Axşamınız xeyir. Buyurun. Alo. Üzrlü sayın narahat etdim. O sözdə mən də qoşuluram danışacaq sözlərinizə. Elə bir əhvalatın, bir kiçik əhvalat da mənim də başıma gəlib. Bax, mən gözəl bir ailə, yəni oğlumun, üzr istəyirəm, bəlkə də məndən böyüksüz, yəni oğlum evləndi, çox gözəl bir xanımla evləndi, çox gözəl 2 dənə də evlatları oldu. Təzən mənim oğlum ondan elə bir ayrıldı, təzən, yəni oğlum birinci evli olmuşdu, boşanmışdılar. Təzədəndən 2 uşaqla, bax bu uşağı qoydu, təzədəndən bir də onunla barışıb, onunla da gedib. Yəni, mən nə edə bilərəm, necə demiş, sizdən bir istək, bir təklif istəyərəm ki, yəni bunlara mən nə edə bilərəm ki, bax bunlar da barışsın, bunun da 2 körpə uşağı qalıbdır, gözəl göyçək, yəni xanımı, mən də ki, zəhmətkeş ana, nə bilim, yəni bunları necə edə bilərəm ki, bərpa olunsun. Təşəkkür edirik zənginizə görə. Əslində bir ananın, bir övladın fəryadıdır. Dağılmaması üçün, bərpası üçün nə edə bilərəm? Çarəsizlik. Bəli, buyurun. Axşamınız xeyir olsun xanım. Çox sağ olun zəngin üçün, fikirləriniz üçün. Dəyərlidir hər birinizin fikriniz bizim üçün. Burada birinci növbədə biz həmin xanımla danışmalıyıq, bəylə danışmalıyıq, yəni oğlu ilə. Ortada böyük bir dəhşətli bir şey olmayıbsa, o ailəni bir araya gətirmək olar. Məsələn, bəzən xəyanət faktoru olur, açıq deyək. Milli mental dəyərlərimiz də var. Bunu biraz bağışlamaq xüsusilə uzaq olsun, xanım tərəfindən olursa, bu ümumiyyətlə dəhşətli bir şey olur. Bunlar ola bilər. Sonra həddindən artıq patoloji qısqanclıq ola bilər ki, xanım artıq həyatı yoxdur da bu insanın. Bu insan heç yeri getməli deyil, işə getməli deyil. Yəni, bütün sosial tədric, bəli, hər şeydən tədricdir və belə də insan yaşaya bilməz. Və yaxud da ki, bəzən dediyim ki, mən bilmirəm burada nə varsa, hansısa bir psixi problemlər ola bilir xanım tərəfindən və yaxud da ki, bəy tərəfindən. Adicə elementar bir şey götürək, Elmir məndə çox gözəl vəzifədə obsessiv kompulsiv pozuntu var. Tutaq ki, təmizlik, mən burada otura bilmərəm, qeyri-mümkündür. Yəni, evdə o vəziyyətə gətirib çıxarır ki, hər kəs ayaq üstə dayanmalıdır. Artıq insan bir gün bezir. Yəni, çox problemlər ola bilər. Ona görə də onları aydınlaşdırmaq lazımdır. Hər ikisindən söhbət aparmaq lazımdır ki, nədir probleminiz? Doğrudan da ortada 2 evlat varsa, xüsusilə də, bunları çalışmaq lazımdır bir araya gətirmək. Bir də ki, asılılıqlar yoxdursa, təbii ki, asıllıq da varsa, onu necə aradan qaldırmaq olar, necə etmək olar. Mən efirdə demək istəmirəm, mən bir dəfə kiçik yaşlı bir uşağın gözümün qabağından getmir o uşağın ki, bizim qapımızı döyəcəklər, yəni ata qayıtsa. Yəni, başqa şeylər edir və s. və insanlar bunları axtarır. Kiçik körpə uşaq bunu özünə dərd edir. Və hər gündə bir qorxu ilə yaşayır. Bəli, bir tərəfdən atanı istəyir, deyirsən ki, ata gəlsə görüşərsənmi? Belə baxır, deyir, istəyirəm,
Amma yenə gəlsə bunlar olacaq. Fikir verin. Bu uşağın psixoloji travmasıdır. Yəni uşaq, kiçik yaşlı uşaq şəxsiyyət daxili konflikt yaşayır. Həm atanı sevir, həm atanı istəmir. Yəni bunları mı yaşatmamaq üçün bəzən ailələr ayrı olmağı istisna hallarda mümkün olur. Amma bu xanıma da ancaq onu etmək olar ki, hər iki tərəfi biz baxaq necədir. Sonra isə doğrudan da mümkündürsə bunları barışdırın. Bir dəfə belə bir hadisə olmuşdu, hətta pandemiya dövründə idi, yadıma gəlir ki, onları efirdə mən görüşdürdüm. Yəni elə getdilər. Bəlkə də eşidirlər. Təbii ki, gizlindir bizdə adlar. Kimsə düşünə bilər ki, bunlar gəlib pasiyentin söhbətini edirlər. Və onlarda da müəyyən bir problemlər olmuşdu və son həddə çatmışdı. Oğlan demişdi, yəni psixoloq deyirsiniz, yəni qoyun, sözünüzü yerə salmıram, gedim də. Çox şükür Allaha ki, bir evlatları vardı, ikinci də olacaqdı. Şükür Allaha ki, yəni barışmalı. Bəzən bilirsiniz necə, evlilikdən öncə mən bunu bütün boşanma qərarı verən hər kəsə deyirəm. Düzdür, deyə bilərlər ki, məhkəmədə də vaxt verirlər. Yox, təkcə o elə vaxt yox. Boşanma qərarı verməmişdən əvvəl hissli-hissli insan çox şey deyə bilər. Özünüz bilirik də, əsəbləşirsən, nəsə bir söz deyə bilərsən. Emosiyalara qapılırsan, amma sakit, ağıllı başla və düşünə biləcək tərzdə, bayaq gözəl bir söz işlətdiniz. Düşünərək, məntiqlə, mənim evladım var, mənim gələcəyim var. Tutaq ki, mənim müəyyən bir yaşım var, mən bir də ailə quranda necə quracam ki? Yəni, üzr istəyirəm, ailə qurduğumdan, indi hal-hazırda həyat yoldaşımdan daha fərqli mi olacaq? Doğrudan da əsaslı bir fərq varsa, maraq, zövq, hər şey, heç işinə sizi bağlayan heç olmasa bir şey varsa, mən elə gəlir, ondan tutub getmək olur. Xüsusilə bir də deyirəm, evlatlar varsa, o uşaqların bir dənə gülüşünü, bir dənə rahatlığını insan heç nəyə dəyişməz. Nəinki onların ömür boyu narahat etmək, gərginlik yaşatmaq. İndi məsələn, xanım deyir, o uşaqlar bütün günü ata-ananı bir yerdə istəyir. Həm atanı istəyir, həm ananı. Təsəvvür edin ki, evlada deyirsən, sağ əlini istəyirsən, sol əlini istəyirsən. Bəzən məhkəmələrdə olur, düzdür, məcburdurlar. Ata ilə gedirsən, ana ilə gedirsən. Nə qədər acı bir tablodur, təsəvvür edin ki, o suala necə cavab verirsin bu uşaq? Sağ əlvi istəyirsən, sol əlvi, hansını istəyirəm, bilmirəm axı mən, necə istəyə bilərəm, necə ayıra bilərəm. Yəni, bunun üçün çalışaq ki, o boşanma qərarı verməmişdən əvvəl oturub düşünək və əgər boşanma qərarı verirsə, ondan sonra heç olmasa uşaqlarımıza ziyan vermək, nə mənada? Bəzən mən bunu real həyatdan görmüşəm və müraciətlərdən də və belə də görürük. Deyir ki, sən atanın yanına getməyəcəksən, ata deyir ki, sən ananın yanına getsən, məni tanımayacaqsan. Burada da travmanı uşaqlara veriblər, ayrılıblar. İkinci bir travma da verirlər. Və alət olaraq istifadə edirlər. Bəli, bu uşağın gələcəyi nə olacaq? Travmalarla böyüyən uşaq. Niyə axı? Onun nə günahı var? Gəlin bunu fikirləşək də. Bu uşaq dünyaya gətirmişsiniz. Dünyaya gətirmişsiniz ki, əzab verəsiniz. Ona görə də evlad dünyaya gətirməmişdən əvvəl də fikirləşmək lazımdır. Mən həmişə tələbələrimə zarafatca belə deyirəm ki, mən əgər nikahla bağlı bir yerdə olsaydım, nikah bağlamamışdan əvvəl birinci ailə psixologiyasını onlara belə imtahan verdirərdim, keçməyəni qəbul etməzdim. Əgər uşaq dünyaya gətirəcəklərsə, yaş psixologiyasına imtahan verdirərdim. Ən azından heç olmasa ki, ailə dəyərləri nədir? Mən Azərbaycanlı ailəsiyəmsə kiməm? Və yaxud da ki, başqa bir millətlə ailə qururlar. Boşanmalara səbəb olan biri də olur. Bir-birimizin dinini qəbul edəcəyikmi? Bir-birimizi başa düşəcəyikmi? O millət mənim üçün kimdir? O millətin dəyərləri mənim üçün kimdir? Yəni, bax, bütün bunların hamısı çox vacib, əhəmiyyətlidir. Təsəvvür ki, bizim nəslimizdə rus gəlinimiz var. O qədər gözəl danışır, özdə aksentdə danışır, çox maraqlı danışır, özü Moskvada yaşayır. Bayramlarda, bizim bayramların hamısı təbrik edirəm. Sveta xanım, salamlayıram mən onu buradan. Yəni, doğrudan da bu cür olmaq lazımdır. Yəni, sən o ailəni, gəlin sənin evinə gəlirsə, sənin dəyərini qəbul etməlidir və sən də onun dəyərini qəbul etməlisən ki, sonra da mənim dinim, sənin dinin, bunlar da ortaya çıxmasın. Bilirsiniz, o qədər çox şeylər var ki. Bəli, elə siz toxunduğunuz məsələ, bəli, çox geniş mövzudur. Toxunduğunuz məsələ, gəlin olaraq, bir ailəyə gəlin gedirəm, artıq toydan sonra. Kim kimə güzəştə getməlidir burada? Ən əsas məsələ. Burada seçim necə aparılmalıdır? Gəlin təbii ki, yad bir evdən, ailədən çıxır və yeni bir ailəyə gedir. O ailənin özünün yazılmayan qanunları var. Müəyyən, belə deyil də, artıq türk dilində belə bir misal var, kurallar deyirik də. Onun kuralları var. Xüsusi ona riayət olunacaq müəyyən saatlar çərçivəsində göstərişlər var. Bunları qəbullanma, onlara riayət etməli. Bunu bəzən ona öhdəlik
kimi başa düşür, bəzi məcburiyyətdir deyir, bunu etməliyim. Yəni, bunu valideynlər bunu yad yerdən gəlib bizə güzəştə gedək deyə anlayışı, prinsipi olmalıdır. Yoxsa mən ora gedirəmsə, mən ailənin 4-5 nəfərini özümə tabi edəcək, bu düşüncə yanlışdır. Mən onlara daha yaxşı olar ki, uyğunlaşım. Nəyin ki, onları özümə tabi edim, prinsip olmalıdır. Burada gedişat necə olur Kamilə xanım? Burada demək çox maraqlı və çox əhəmiyyətli və deyərdim ki, boşanmaya səbəb olacaq məsələlərdir. Birinci təbii ki, adaptasiya dövrüdür. Bəs görürük, statistikaya baxaq, 30% dağılır. Yəni, bu demək ki, adaptasiya nədir? Mən bir başqa ailədənəm, o birisi bir başqa ailədəndir. Və xüsusilə ailənin içərisinə gəliriksə, biri var ki, tək ikisi birlikdədir, bir də var ki, ailə də var. Artıq qaynana var, qaynata var, bəlkə baldız var və s. Və burada qarşılıqlı güzəştli olmalıdır. Mənim həmişə rəhmətliyim, amma Allah rəhmət eləsin. Allah bütün ölənlərə rəhmət etsin. Və bir şey olanda görürdün ki, onun tərəfini tutur nədəsə. Yəni, birinci öyrətməlidir. Qaynana öz qızı kimi baxacaqsa, bax, burada məsələ nədir? Və gəlin anası kimi baxacaqsa. Mən elə xanımlar olub ki, deyir ki, mən ona niyə ana deməliyəm? Yəni, bax, məsələ oradan başlayır. Yanaşma mexanizmi. Ana da deyir ki, o mənim qızım ola bilməz heç vaxt. O mənim qızımın yerini tuta bilməz. Bax, burada mənə elə gəlir ki, ən vacib məsələ buradan başlayır və ki, qaynata fərq etməz oğul. Yəni, burada qarşılıqlı güzəşt olarsa, gəlinə güzəşt etməlidirlər. Niyə? Mən bilmirəm bu evin qaydası necə, deyilmi Elmir müəllim? Mən təzə qonaq, mən bax, bugün bura təzə qonaq gəlmişəm, düzdürmü? Siz məni elə qarşılaya bilərdiniz ki, mən heç qapıdan olub mən, elə efir olub, çıxıb gedmişəm. Qapıdan gedə bilərdim mən. Yəni, baxardım ki, bura mənə yaddır, o yadlığı hiss etdirərdiniz. Amma məsələn, içəri girəndə çox gözəl bir şəkildə mən elə bildim ki, mən bura ilk dəfə yox, artıq neçənci dəfə mən elə buradayammış. Ailədə də elədir. Bir dənə qaynana qızım desə nə olar? Qızım filan şey et. Amma bir də var ki, filan kəs filan şeyi et. Etməlisən. Onu gəlin də hiss edir. Və yaxud da ki, sizin dediyiniz kimi, belə iddiada gəlinlər olur ki, mən gedəcəm, hamı mənə tabi olacaq. Yox. Burada belə bir şey var ki, heç kəsə tabi olmalı deyil. Heç kəsin qanunlarına getməli deyil. Sadəcə olaraq hər ikisi qarşılıqlı bir şəkildə bunu etməlidir. Dediyim kimi, biraz onu yoxuşmaq çətin olur. Məsələn, mən dünənə qədər bunu belə qoyurdum. Gəlib görəcəm ki, başqa formada qoyulub. Axı, mənim öz zövqüm var, onun öz zövqü var. Ona görə də onu mən hirsdən yox, gəlib təzdən düzəldib əvvəlki formaya salmamalıyam. Gəl qırmadan, bəli, çox yaxşı bir şəkildə, rahat bir şəkildə ki, tutaq ki, qaynanayamsa ki, qızım, bu bəlkə belə formada olsa daha yaxşı olar, necə bilirsən? Və yaxud da ki, evin dizaynını dəyişək, necə dəyişək? Sən necə bilirsən, harda olsun, nə cür olsun? Bu cür şəkildə olsa, təbii ki, orada rahatlıq yarar. Bu, yemək bişirməkdən tutmuş, hər hansı bir şirniyyatdan tutmuş, evin dizaynından tutmuş, gələn qonaqları qarşılamaqdan tutmuş, hər şey burada hazırdır. Və yaxud da ki, fərz edək, ola bilər ki, ailə var ki, onların səhər işə getmirlər, geç saata qədər otururlar. Bu gəlin tezdən işə getməlidir. İndi bu gəlin oturub gözləməlidirmi ki, görüm ki, bu qaynana nə vaxt yatacaq? Bəzən bizdə belə bir şey var. Gəlin axırda yatmalıdır. Niyə? Gəlin də bir insandır. Qızın axıra qədər səni gözləməlidir. Yox. Elə şeylər var ki, dediyim kimi, güzəşt etməliyik. Ümumiyyətlə, ailədə qarşılıqlı güzəşt çox gözəl bir şeydir. Ailələrinizin uzun ömürlü olmasını istəyirsinizsə, qarşılıqlı güzəşt edin. Təbii ki, baxır nəyə güzəştə. Durub desin ki, sən işə getmə, tamam işindən çıx. Ola bilər o da baxır nəyə görəsə, hansı bir səbəbdirsə, onu da düşünməyə dəyər. Amma boş yerə durduğu üçün mən xoşum gəlmir, sən işə getməyəcəksən. Bunun da adını qoy ki, mənə güzəşt etmədi. Yəni, bax, bu şəkildə güzəştlərimizi də dərəcəsi etidal. Ümumiyyətlə, hər şeydə o qızıl ortam deyirlər. Qızıl ortam gözəl şeydir. Məncə onu qorusaq, ailələrimiz də xoşbəxt olur. Biz nə istəyirik ki? Ailələrimiz xoşbəxt olsun, evlatlarımız xoşbəxt olsun, xalqımızın, vətənimizin gələcəyi olan evlatlarımız xoşbəxt olsun. Bayaq yolda çox gözəl vurğuladı. 44 günlük vətən müharibəsində o qəhrəman evlatlarımız həmin evlatlardır da. Onların hansısa bir travması olanda
rahat ola bilmirlər axı. Ona görə də bizə o evladlar lazımdır. Həmişə gözəllik, xoşbəxtlik olsun, xalqımız, vətənimiz var olsun. Tam doğru, o qədər incəliklərə toxundunuz ki, artıq efirimizin də son dəqiqələridir. Mükəmməl bir insan tipini yaratması üçün elə sağlam ailənin sütunundan hər şey başlayır. Sağlam düşüncə var, sağlam yanaşma var, sağlam diyaloq var, sağlam psixoloji durum var. Hər şey sağlam olmalıdır. Təəssüf ki, bəzən də bu bizim əlimizdə deyil, amma yenə də burada nə baş verir? Mütəxəssisə görə psixoloji durum heç kəs dana bilməz və qaça bilməz bundan. Kamilə xanım, hər birimiz hər an psixoloji travmada yaşaya bilərik. Bəzən deyirlər ki, niyə məndə bu heç vaxt ola bilməz? Ümumiyyətlə, bunda varkən də bəzən danırıq. Bu mənə ümumiyyətlə yad bir şeydir. Amma bu qaçılmaz və danılmazdır və heç kəs sığortalanmayıb ki, bu olmayacaq. Çünki gündəlik həyatımız ilə stres, qarşılaşdığımız problemlər, situasiyalar birbaşa bunu bizə tam olaraq belə deyək də biz bundan qurtulacağıq anlamını vermir. Bunun üçün də, bəli, əlavəniz varsa buyurun. Buyurun, buyurun. Sizdən çox gözəl vurğuladınız. Mütləq ailə psixologları olsun. Bizim hələ görün 90-cı ildə Əkbər Bayramov, professor Əkbər Bayramov bizə dərs keçirdi. Birinci kursda oxuyurduq. Onda hələ biz çox başa düşməzdik. Deyirdi ki, xaricdə hər ailənin bir psixoloqu var. Bir şey olan kimi deyirlər, psixoloqa müraciət edin. Doğrudan da ailə boşanandan sonra psixoloqa müraciət etməsinlər. Vaxtında ailəni başlamamışdan düz ailədə gedən proseslərin içərisində hər hansı bir gərginlik olarsa, ola bilər ki, insan depressiyadadır, problem ola bilər. Məsələn, bir xanım vaxtı ilə mənə müraciət etmişdi, yoldaşı ilə bağlı və arada problemlər var idi. Sonra məlum oldu ki, depressiyadadır, həyat yoldaşı və s. Sonra gəldi xanım, çağırdım, dedi ki, mən nə qədər səhvlik etmişəm. Bəlkə də eşidir o xanımı, salamlayıram buradan. Eşidirsə əgər bizi, mən nə qədər səhvlik etmişəm, dedi. Mənim yoldaşım nə vəziyyətdəymiş. Mənim yoldaşım gözümün qabağında gedirmiş, bu da başqa şeylər düşünürdü ki, yoldaşı bəlkə necə və s. Sən demedi, bu heç öz sayındaymış burada. Yəni, bəlkə depressiyadadır, insan tutaq gözünə qapanıb, dünyadan uzaqlaşıb və sən fikirləşsən ki, bu artıq bizi istəmir, bizi sevmir. Bəli, başqa bir dünyası var. Yəni, bax, bütün bunlara görə, hər şeyə görə də ümumiyyətlə müraciət etmək və düzgün mütəxəssisə, Elmir müəllim dediyi kimi, əsl mütəxəssisə, peşəkara müraciət etsinlər, aldanmasınlar və ailələrimizi qoruyaq, ailələrimizin xoşbəxt olması üçün əlimizdən gələni edək ki, nə qədər insanlarımız xoşbəxt olsa, cəmiyyətimiz də bir o qədər sağlam olar. Çünki ailə cəmiyyətin özəyidir. Hər kəsə uğurlar arzulayıram. Çox sağ olun, Kamilə xanım. O qədər gözəl danışdınız ki, artıq biz nə isə müdaxilə etməyi düşündük ki, gərəksiz düşündük. Heç mən öz adımdan bəlkə də düşündüm ki, neysə siz danışasınız. Baxın, əgər ailələrdə ciddi mübahisələr yaşanırsa və onların psixoloji durum üzərindən bir pozuntuları varsa, burada əsasən klinik psixoloqlar, hətta mən deyirəm ki, adi psixoloqlar yox, klinik psixoloqlar həmin anda məsələyə keçməli və bunlarla sırf onlar məşğul olmalıdır. Bəzən də sadəcə psixoloqun yanaşması yetmir. Burada klinik psixoloq, psixoterapiya vacibdir. Dərmana qədər gedən yolu düşünmürəm ailələrdə o qədər gərgin bir durum olsun. Amma bu iki mütəxəssisin paralel çalışması mütləq deyərdik ki, arada olan bütün kölgəlikləri götürüb və sağlam ailəyə dönüşü yarada bilər. Çünki onlar bu şansı vermək gücündədirlər. Çünki bunların peşəkarlığı məhz bizə icazə verir ki, bunu əminliklə deyək. Ona görə də sizi bugün burada görməyimizə çox şadıq və hər izləyicilər də bilsin ki, klinik psixoloq illərə sökənəcək elmi fəaliyyəti, peşəkarlığı, pedaqoji fəaliyyəti. Yəni, bugün ölkəmizdə yetərincə nüfuza sahib olmuş bir insansınız və Kamilə Kazımova deyəndə artıq insanlar bilir ki, kimdən danışırıq və sizin kimi insanları daha çox çıxardıb və minlərlə insanların evinə qonaq etmək bizim üçün, mən öz adıma deyirəm, böyük bir şərəfdir. Bugün hər birinizə dərin minnətdarlığımı bildirirəm ki, o dəyərli zamanınızı bizimlə keçirdiniz. Efirimiz çox təəssüf olsun ki, yekunlaşdı və hər birimizə sağlam can, hər zaman sonunda deyirəm, sağlam can, sağlam ruh və sağlam düşüncə arzulayıram. Əgər neysə bir ciddi bir pozuntu da adi bir özümüzdə narahatçılıq hiss etmişiksə, dərhal mütəxəssisə müraciət edin. Biz sizin qulluğunuzda daim çalışmağa özümüzə borclu bilirik. Mütəxəssis seçimində bizə ünvanlana bilərsiniz. Yəni, sırf olaraq peşəkar insanları sizinlə birbaşa kontakta yarada bilərik. Bugünlük bu qədər. Salamat qalın. Sabah yenidən görüşmək ümidi ilə. Gecəniz xeyrə qalsın.